Yanğın bir anda ətrafı tüstüyə boğdu. Zəş gəldi ki, ev yanıb. Çox mərtəbəli binada yanğın bir anda ətrafı tüstüyə boğdu. Bəli, hadisə Abşeron Gənclər şəhərciyindəki çox mərtəbəli binalardan birində 5-ci mərtəbədəki mənzildə qeydə alınıb. Sakinlər təxliyə olunub və xəsarət alanların olduğu bildirilir. Qardaşım burada kirayə qalır. Zəş gəldi ki, ev yanır. Mən də başqa yerdə qalırdım, qaçdım gəldim. Bir xanım var idi, bir də körpə var idi. Onlar qaçdılar, çıxarda bildi, şükür Allah, salamatçılıqdır. Elə belə qolu yanıb. Onda tibb işçiləri sağ olsunlar. Xidmətlərini elədilər. Qonaq otağından başlayıb yanğın 80% yanıb. Bu ərazidə idim. Hətta insanların təxliyə olunmasında bizim rolumuz oynadı. Fövqəladə hallar əməkdaşları ilə gördüyünüz kimi binanın vəziyyətindən hansı aşıyardır ki, yanğının şiddəti nə dərəcədə idi. Xəsarət alanlar, qazdan zəhərlənənlər var idi. Hətta huşlarını itirmişlər. Yeriyən zaman çətinliklər baş verirdi. Burada binadan qazı hiss edib təxliyə olunan insanlar idi ki, özlərini bayıra qapıdan atıblar və yerə yıxılmışlar, xəsarət almışdılar. Kömək eləyin, camaat qışqırırdı, biz də yaxınlaşdıq. Fövqəladə əməkdaşlarına biz xəbər verdik ki, bəs yanğın baş verib. Qalxdıq yuxarı, bir mənzilləri dolaşaraq, qapıları döyərək cəmaatın təxliyəsinə köməklik göstərdik. Tüstü yuxarı vurduğuna görə yuxarıda vəziyyət daha pis idi. Xəsarət alanlar vardı. Necədir vəziyyətləri? Yardım elədik, hamilə idi, yardım elədik. Evində olub da, yanğın olub evində, yardım elədik, heç bir narahatlıq yoxdur. Bu ərazidə zaten fövqəladə hadisələr çox tez-tez baş verir. Demək olar ki, 2 aydan beri, 3 aydan beri bu ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tez-tez cəlb olunur. Yəni burada nədən qaynaqlanır, yəni tez baş vermək? Elektrik xətlərindən, nasazlıqdan, təhlükəsizlik qaydalarına düzgün şəkildə əməl olunmadığına görə. Burada çox pis vəziyyət ona görə ki, darışqalçılıqdır, maşınlar salınma yeridir. Bankın ərazisi var orada, bu bankdan istifsat olunmuş maşınlardır, gətirib yığırlar, boş sahələr vermirlər. Biraz da güclü pajar olsa, İraq olsun, başqa bir şey olsa, maşınlar girə bilməz bura. Bir saatdan sonra bura gəlsin, maşın girməyə yer tapmayacaq. Çox bərbad vəziyyətdir.